Yığdığın mal kısa müddət çatacaq karuva qardaş. Bunu dərk eyləyəsən kaş, qocalırsan da ötür yaş. Gələcək vaxt qoyacaqlar sinöbün üstünə bir daş. Qalacaqsan elə çaş baş. O zaman dərk edəcəksən nə oğul var nə də yoldaş. Nə də ki gəlməyəcək dağda o gün evdəki daşqaş. Gələcək xeyli vətəndaş vətənindən. Tutacaqlar kəfənindən, didəcəklər bədənindən ətuvi hissə və hissə. Budur qüssə, budur vəhşət, budur dəhşət və cəhənnəmdə olan isti hərarət səni daim alacaq ağuşuna. Sən dözəcəksənmi buna? Yox. Səbəbi vardı cılızsan və zəifsən, özünü satma həyifsən. Çoxu azla dəyişirsən, nə hərifsən. Arada başını qaldır göyə bir eylə nəzər. Yatma bəşər, gör nə qədər kürə səmada düzülüb dövr eləyir. Kim bunlara əmr eləyir? Gör bu bəşər fikr eləyir ki, biri toqquşsa biri ilə dağlar kulli və aləm yaşamaz birinə bərabər. Deməli burada mizan var, yaradan var, açoxu evdə quran var və nişan var. Görəcəksən yağışı kimdi səpən yer üzünə, həm buludu pərdə kimi kimdi çəkən yer üzünə. Bu qədər bitkiləri kimdə əkən yer üzünə, ətrafla bax. Nə qədər növdə çiçək var, hərəsində özünə məxsus olan rəng və bəzək var. O çiçəkdən özünə ruzi tapan qurt və böcək var, kəfənək var. Biri istehsal edir bal, o biri qurtda ipək var. Hamısını göz görür aşkar bunları xərq edən var. Nə edibdir səni vadar edəsən Allah'ı inkar? Səbəbi vardı cəhalət, yəni qəflət. Niyə sən almadın ibrət? O gedənlər nə yapardı? Bu həyat sanki qatardı. Səni də mindirəcəklər, eləyib sorğu sual dindirəcəklər. Deyəcəklər, cavabın ver. Bu qədər mal ki yığıbsan, hesabın ver, kitabın ver. Qalacaqsan o zaman lal. Vuracaqlar o yekə boynuva qandal. Quracaqlar yekə tonqal, yanacaqsan. Nə qədər mal ki yığıbsan, danacaqsan. Nə qədər həqqə giribsən, hamını axtaracaqsan, yıxılıb yalvaracaqsan. Öpəcəksən onların əl ayağından.